Deməli, Nərimanov rayonu Mirzəbala Məmmədzadə küçəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bir dırnaqarası ilkə imza atıb. Küçədə piyadaların rahat hərəkəti üçün nəzərdə tutulmuş səki ayna tərəfindən xətlənərək parkinq ərazisinə çevrilib. Piyadalar səki ilə gəlib adı çəkilən küçəyə keçəndə artıq piyada səkisində park edilmiş avtomobillərə görə birmənalı olaraq maşın yolu ilə hərəkət etmək məcburiyyətində qalırlar. Bu isə hər gün minlərlə insanın həyatını təhlükə altına salır. Bir vaxtlar bir çox avtobusların üzərində bir avtobus 80 avtomobil, bir avtobus 80 sərnişin şüarı ilə maarifləndirici bannerlər vurulanda bu yenilik kimi alqışlanmışdı. Həmin təşəbbüs piyada olub ictimai nəqliyyatdan istifadə edən şəxslərə diqqətin nümunəsi kimi qiymətləndirilmişdi. Bu dəfə isə mənzərə fərqlidir. Ayna sanki bir neçə maşın səkidə, piyadalar isə avtomobil yolunda ideyasını reallaşdırır. İndi sual yaranır. Bu təşəbbüsü alqışlayaq, yoxsa piyada təhlükəsizliyini arxa plana atdığına görə qınaq edək? Mən neyləyə bilərəm? Gələm, görürəm, saxlayırlar, çəkilir maşını. Yenə də öz bildirlər. Yox, səkinin üstündə parkovka eləmisiniz. Orada saxlanılır, digər nəqliyyat vasitələri də gəlir yolun kənarında saxlayır. Biz eləmədik. Yerüstü nəqliyyat. Aynanın özü də sanki tərəddüddədir. Sürücülərin xoşuna gəlsin, yoxsa piyadaların həyatını qorusun? Patrulaz olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərmək istəyirik. Amma göndərək yoxsa göndərməyək arasında tərəddüd edirik. Sözün düzü elə biz də qalmışıq belə. Cəmiyyət də tərif etsin, tənqid etsin, qalıb belə. Günay Salayeva, Patrul Az.